Salam dəyərli abituriyentlər, 16 mart 2025-ci il din blok sınavının birinci qrup riyaziyyat suallarına baxırıq. Deməli, birinci sualda 5-in üstü 2x kvadratı minus 1 bölünsün 5-in üstü 24x plus 54 kiçikdir bərabər 0. Bərabərsizliyin ən böyük və ən kiçik tam həllərinin fərqinin modulunu tapın. 5-in üstü 2x kvadratı 1 bölünsün 5-in üstü 24x plus 54 ifadəsinin bərabərsizliyin sağını atsaq. Olacaq 1 bölünsün 5'in üstü 24x plus 54. Sürətə qaldırsaq 5'in üstü 2x kvadratı kiçikdir bərabərdir 5'in üstü mənfi 24x qarşısına mənfi atdıq minus 54. Əsaslar bərabər olduğu üçün bu şəkildə yazaq. 2x kvadratı kiçikdir bərabərdir mənfi 24x minus 54. Hər tərəfi 2'yə bölüb sola çəksək olacaq x kvadratı plus 12x plus 27 kiçikdir bərabərdir 0. x1 üstəgəl x2 bərabərdir mənfi 12. x1 vurulsun x2 bərabərdir 27. Kökləri cəmi mənfi 12, kökləri aslı mənfi 27 eləyən ədədlər mənfi 9, mənfi 3 olar. Vuruqları ayırsaq x plus 9 vurulsun x plus 3 kiçikdir bərabərdir 0. İntervallarımızı qeyd edək. Mənfi 9-dan mənfi 3-ə qədər hər iki kök daxildir. Plus, minus, plus. Ən kiçik kök oldu mənfi 9, ən böyük kök mənfi 3. Çünki kiçik bərabərdirsə, mənfiləri seçəcəyik. Ən böyük kök ilə ən kiçik kökünün fərqinin modulu istənilirdi. Onda mənfi 3, minus, mənfi 9, əlbəttə ki, modulda. Bu da elədir. Modulda 6, 6'nın da modulu ilə 6 edir. Doğru cavab variantı. İkinci sualda y'nin üstü mənfi x minus 5'in üstü x funksiyasının törəməsini tapın. Y'nin üstü mənfi x minus 5'in üstü x'in törəməsi bərabərdir. Y'nin üstü mənfi x'in törəməsi y'nin üstü mənfi x'in törəməsi mənfi 1 ilə qarşıya mənfi düşər. 5'in üstü x funksiyasının törəməsi 5'in üstü x vurulsun eləyin 5'ə bərabərdir. Doğru cavab C variantı. Üçüncü sualda A bərabərdir 4x minus 3 və B bərabərdir 3y plus 2 qarşılıq sadə ədədləri üçün 22 vurulsun 4x minus 3 58 bərabərdir 58 vurulsun 3y plus 2 olarsa x, y hasilini tap. Hər tərəfi 2'yə bölsək olar 11 vurulsun 4x minus 3 bərabərdir 29 vurulsun 3y plus 2. Bunlar qarşılıq sadə ədədlər olduğu üçün 4x minus 29'a bərabərdir. 11 də bərabər olar 3y plus 2'yə. 4x minus 3 bərabərdir 29. 4x bərabərdir 32. X də bərabərdir 8. 3y plus 2 bərabərdir 11. 3y bərabərdir 9. Y də bərabərdir 3'ə. X vur Y hasılı istənilir. 8 vur 3 bərabərdir 24. Doğru cavab D variantı. Dördüncü sualda düzbucaqlı üçgen iki bucaqlarından biri 60 dərəcə, hipotenuzu ilə kiçik katetin cəmi 27 santimetrdir. Hipotenuzun uzunluğunu tapın. Düzbucaqlı üçbucağımızı çəkək. İki bucaqların böyüyü 60 dərəcə olsa, kiçiyi 30 dərəcə olar. Burada 90 dərəcə. Kiçik kateti A yazsaq, onda hipotenuz kiçik katetdən, yəni 30 dərəcəli qarşısındakı katet hipotenuzun yarısına bərabərsə, hipotenuz 2'ə olacaq. A üstəgəl 2'ə bərabərdir 27. 3A bərabərdir 27. A bərabərdir 9. Bizdən hipotenuz soruşur. Hipotenuz da 2'ə bərabər olar 18. Doğru cavab D variantı. Deməli, 5-ci sualda A bərabərdir sinus mənfi 178 dərəcə. B bərabərdir tangens 195 dərəcə ədədlərinin işarələrini müəyyən edin. Bilirik ki, sinus tək funksiyadır. Bunda A bərabər tək funksiyadırsa qarşıya mənfi çıxacaq. Mənfi sinus 178 dərəcə. 178 dərəcə ikinci rüb. İkinci rübdə sinus müsbət.
Qarşıdakı mənfi bunu nə etməlidir? Mənfi edəcək. Onda A olacaq kiçikdir 0. Tangens 195 dərəcə. Baxaq, B bərabərdir. 195 dərəcə üçüncü lüb. Üçüncü lübdə tangensdə müsbət. Onda B də böyükdür 0. Doğru cavab Y variantında. A kiçikdir 0, B böyükdür 0. Altıncı sualda A bərabərdir 1,1. A kubu bölünsün A plus 1. A kubu bölünsün A minus 1. Plus 1 bölünsün A plus 1. Minus 1 bölünsün A minus 1 ifadəsinin qiymətini tap. Bu plusları bir yığsaq, minusları bir yığsaq, ifadə bu formaya düşər. Onlar A kubu bölünsün A plus 1. Plus 1 bölünsün A plus 1. Plus A kubu bölünsün A minus 1. Minus 1 bölünsün A minus 1. Bu ikisini bir ortaq məxrəcdə yazaq, bu ikisini bir yazaq. O zaman A plus 1 sürətdə A kubu plus 1 olacaq. Ve birbaşa vurulları ayrı yazaq. Olsun A plus 1 vurulsun A kvadratı minus A plus 1. Üstə gəlinsin. A minus 1'i orta məxrəc gətirsə, A kubu minus 1 olar. A minus 1 vurulları ayırsaq, A kvadratı plus A plus 1. A plus 1 birincidən ixtisar olunar, ikincidən də A minus 1'lər ixtisar olar. İfadəmiz düşdü A kvadratı minus A plus 1. Üstə gəlinsin A kvadratı plus A plus 1. Mənfi A, müsbət A ixtisar olunar, islah olunar. Bərabər olar 2A kvadratı plus 2 bərabər. A'nın yerinə 1/5 yazmalıyıq. Çünki A 1/5 verib 1/5'in kvadratı plus 2. 1/5'in kvadratı 2 tam %25. 2'ye vursak 4/5. Üstə gəl 2 bərabərdir 6/5. 6/5 doğru cavab C variantı. 7-ci sualda hündürlüyü 3 sm doğranıb isə 5 sm olan konusun daxilinə çəkilir. Kürənin radiyasını tapın. Deməli, doğran 5'dir. Hündürlük 3'dür. Pifagor ədədləridir. 5, 3, 4 ise radius, 5, 3 ise radius 4 olacaq. Onda burada 4 olacaq. Kənarda belə bir şey çəkək. Üçbucaq və üçbucağın daxilinə çəkilmiş çevrə. Biz bilirik ki, bu konusun daxilinə çəkilmiş kürəyinə bu doğranla iki yerin əmələ gətirdiyi çevrənin üçbucağın daxilinə çəkilmiş çevrə eyni statusdadır. Bunda bu yan tərəfə 5 qeyd edilir, 5 qeyd edilir. Oturacaqsa olsun 8. Hündürlüyümüz də 3 santimetrdir. S bərabərdir. P vurulsun R düsturumuz var. Sahə, yarım perimetr vurulsun R. Figurda üçgen sahəsində belə bir düsturumuz var. Onda P də burada yarım perimetrdir. Yəni A plus B plus C böl 2. Perimetri tapmağa çalışaq. P bərabərdir. 5 üstə gəl 5 üstə gəl 8 böl 2. O da bərabərdir 9'a. Sahəni tapmağa çalışır. Sahə bərabərdir. 2'də 1 A vurulsun. 2'də 1 A 8'dir. Karşımızda 3'dür. 24, 24'ün yarısı ilə 12. Gətirək bu düsturda yazaq yerinə. 12 bərabərdir. 9 vurulsun. P 9 tapdıq. R-ə. R də bərabərdir 12 böl 9. Bu da nə inəcək? 3'də 4. Qarşıladı çevirilər. O da 1,3'də 1. Doğru cavab A variantı. 8-ci sualda 1 bölünsün x minus 1 bölünsün y bərabər 8'də 1, x minus y bərabərdir mənfi 4, tənlər sistemdə x, y hasılı tapılması tələb olunur. Birincini orta məxrəcə gətirsə olacaq x, y. Sürətdə y minus x bərabərdir 8'də 1. Burada bizə x minus y verib, mənfiyə vursaq, çünki sürətdə y minus x tapmışıq. Bərabər olar 4'ə. Mənfi 1'ə vursaq, yerlərini dəyişəcək. Gətir yuxarıda yazaq yerinə. Olsun 4 bölünsün. X, Y bərabərdir 8'də 1.
Tənasır kimi çarpaz bulsa x y də bərabərdir 32. Doğru cavab A variantı. 9-cu sualda Euler-Venn diaqramında kəskinməsi boş olmayan A və B çoxluqlarının elementlərinin sayı verilmiş. X fərqlidir, Y fərqlidir, Z fərqlidir, 0 olarsa n birləşmə B-nin ən kiçik qiymətini tapın. O zaman qeyd eləyək, n A birləşsin B bərabərdir 2x plus Y plus 2x minus 3 plus x plus 3z hamısını seçirik təkrarsız. 2x 4 5x plus y plus 3z minus. Digər tərəfdən də bizə deyir ki, kəskinməsi boş deyil. Kəskinməsi boş deyilsə, onda 2x minus 3 böyükdür 0-dan. 2x böyükdür 3-dən. X də böyükdür 1/5-dən. 1/5 isə x üçün onda 2 qiymətini seçin. Digər y və z artıq 2 qiymətini seçə bilmərik, nə də 0 seçə bilmərik, çünki fərqlidir bunlar. Ya y-ə 1 seçək, ya z-ə 1 seçək. Y-ə 1 seçsəm z 3 olacaq, 3-ün 9 daha böyüyəcək. Ona görə z-ə 1 seçək, y-ə 3 seçək. O zaman 5 vur 2, üstə gəl 3, üstə gəl 3 vur 1, minus 3 bərabər. 10 üstə gəl 3, üstə gəl 3, minus 3. Üstlər ixtisar olunsa qalacaq 10 üstə gəl 3, 13. Doğru cavab 13. D variantı. Üçbucaqlı DABS piramidasında DA yan tili ABC üçbucağının müstəvisinə perpendikulyardır. BAS bucağı 90 dərəcə, AD bərabərdir AB, o da bərabərdir AC. Birinci fiquru çəkək. Piramidamızı çəkək. Deməli, AD, BC. Oturacaq müstəvisinə deyil perpendikulyar. AD, AB, AC bərabərdir. AD, AB, AC hər üçünü A yazdıq. D təpəsinin BC müstəvisi düz xəttinə qədər məsafəni tapır. O zaman D-dən də bir perpendikulyar indirək BC-yə. Bura H qeyd edək. Burada müstəviyə perpendikulyarsa burada 90 dərəcədir və A bucağını da 90 dərəcə bizə verib. Qədər məsafə 8 kök altı 6 olarsın. Yəni BC-yə qədər məsafə DH bərabərdir 8 kök altında 6. AD bərabərdir A. Bizə lazım olan AH-dır. Düzbucaqlı üçbucaq yaradaq. AA, onda BC neçə olar? A kökdə 2. Çünki düzbucaqlı üçbucaqda düz bucaq qarşısındakı tərəfi betonuz kat etdən kökdə 2 dəfə çox. Digər tərəfdən düzbucaqlı üçbucaqda median hipotenuzun yarısına bərabər. Düzbucağa çəkilən median, hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Onda AH da bərabərdir A kökdə 2 bölü 2. Deməli, A kvadratı düzbucaqlı üçbucaq yarandı. Üstə gəlsin A kökdə 2 bölü 2-nin kvadratı bərabərdir 8 kökdə 6-nın kvadratı. Kvadrata yüksəldim A kvadratı üstə gəl 4-də 2 A kvadratı, bu da edir 2-də 1 A kvadratı bərabərdir 64 vur 6. Hər tərəfi 2-yə vursa A kvadratı üstə gəl 2A kvadratı üstə gəl A kvadratı bərabərdir 64 vur 6 vur 2. 3A kvadratı bərabərdir 64 vur 6 vur 2. 3 ilə 6 ixtisar gedər. Burada nə qalır? 2 qalacaq. Burada yer olmadı. Keçək digər tərəf. Onda oldu A kvadratı bərabərdir 64 vur 2 vur 2. A kvadratı bərabərdir 256. A bərabərdir kökdə 256. A da bərabərdir 16. Doğru cavab D variantı. 10-cu sualda.
Deməli, 11-ci sualda x-in hansı qiymətlərində kosinus 2x, kök altda 2 sinus 2x, 3 arzuluğu həndəsi silsilə əmələ gətirir. Həndəsi silsilə isə birinciyə B1 yazar, ikinciyə B2 yazar, üçüncüyə B3 yazar. Biz bilir ki, B2-nin kvadratı bərabərdir B1 vurulsun B3. Onda kökün altında 2 sinus 2x'in kvadratı bərabərdir 3 vurulsun kosinus 2x. Hər kvadrata yüksəlsəm olacaq 2 sin kvadratı 2x bərabərdir 3 cos 2x. Bunu da çevirsək sinus 2x'i kosinusa çevirsək olacaq 2 minus 2 kosinus kvadratı 2x bərabərdir 3 kosinus 2x. Sağ tərəfə yığsaq, oldu 2 kosinusun kvadratı 2x plus 3 kosinus 2x minus 2 bərabərdir 0. T əvəzləməsi aparaq. 2t kvadratı plus 3t kosinus 2x-ə, kosinus 2x-ə. Bir t dedikdə belə bir şey. Plus 3t minus 2 bərabər 0. Bunu vuruqlara ayırmağa çalışaq. 2t kvadratı yazaq minus t plus 4t. 3 təni parçaladıq. Minus 2 bərabərdir. Birincidən t'ni çıxarsaq nə qalacaq? 2t minus. Plus. İkincidən 2-ni çıxarsaq yenə qaldı t minus. Bərabərdir 0. Artıq aha, t minus 1 yox. 2t minus 1. 2t minus 1-i mütərizə xaricdən çıxarsaq qalacaq t plus 2 bərabərdir. Buradan t1 bərabərdir 2-də 1, t2 bərabərdir mənfi 2. Kosinusun qiymətlər çoxluğu mənfi 1, 1 aralığındadır. Onda mənfi 2 bura daxil olmaz. O zaman keçək bu tərəfdən yazaq yer yoxdur. Kosinus 2x bərabərdir 2-də 1. 2x bərabərdir. Plus minus pi bölü 3 plus 2 pi k. X də bərabərdir. Plus minus hər tərəf 2-yə bölsə pi bölü 6 plus pi k. Plus minus pi bölü 6 plus pi k. Elə doğru cavab Y variantıdır. Sual 12-də hündürlüyü 12 santimetr, iti bucağının tangensi 3 bölü 2 olan bərabər yanlı trapesiyanın diaqonalı yan tərəfə perpendikulyarda trapesiyanın böyüklüyü oturacağını tapın. Deməli, bura 90 dərəcədir, hündürlük 12-dir. Bura biz alfanı verib, tangens alfa bərabərdir qarşı katetin bitişik kateti. Yəni, qarşı katet 3K'dır, bitişik katet 2K'dır ki, 3-ün 2 nisbətində düşür. Onda 3K nəyə bərabər? 12-yə bərabərdir. Çünki həm də bu 3K olan hissə 12-dir. 3K bərabərdir 12, K bərabərdir 4. KB-ni tapaq. KB də bərabərdir 2K, o da bərabərdir 8. Belə bir qaydamız var. Düzbucaqlı üçün düzbucaq təpəsindən endirilmiş hündürlük qarşı tərəfdə MN parçalara ayırırsa M H kvadratı bərabərdir M vur N. Bir sözlə düzbucaqlı üçün düzbucaq təpəsindən çəkilmiş hündürlük H kvadratı, yəni H kvadratı bərabərdir M. Gətirək yazaq yerinə. H-ımız 12-dir. Onda 12-nin kvadratı bərabərdir. M-i tapmışıq 8, N-i tapaq. 8-in bərabərdir 144, N də bərabərdir 8-ə. Bizdən AB-ni soruşur. AB də bərabərdir M plus N. Da bərabər 8 üstə gəl 18. O da bərabərdir 26. Doğru cavab B variantında. Keçək 13-cü suala baxaq. Limit x yaxınlaşır 1-ə. Limit x yaxınlaşır 1-ə. X-in kubu plus x-in kvadratı minus 2x böl x minus 1 ifadəsinin limitini hesablayın. Biz 1 yazsaq, məxrəc 0-a gedəcək. Onda vuruqlara ayıraq. Ehtimal ki, ixtisar olunacaq.
X-i çıxarsaq, olacaq x-in sürətdən x kvadratı plus x minus 2 bölünsün x minus 1. Limiti unutmuşuq yazmaq. Limit x yaxınlaşır 1-ə bərabər. Limit x yaxınlaşır 1-ə. X vurulsun. Deməli, x-ə əlavə dəyişən ikinciyə daxil edirik. Yaza birinci x kvadratı. Buranı yazsaq, minus x plus 2x şəklində. Yazaraq x kvadrat minus x plus 2x minus 2. Məxrəcdə də yazaq x minus. Limit x yaxınlaşır 1-ə. X vurulsun. X-i çıxarsa nə qalacaq? X minus 1. Üstə gəlsin. İkincində 2-ni çıxarsa yenə qalacaq x minus 1. Bölünsün x minus 1. Cəzən bağlayaq bərabər. Limit x yaxınlaşır 1-ə. X-i çıxartmışıq. İkincidən x minus 1-i artıq mütərizə xaricini çıxartsaq, qalacaq x plus 2 bölünsün x minus 1 bərabərdir. X minus 1-lər ixtisar olunan limit x yaxınlaşır 1-ə, x vur, x plus 2. Artıq burada 1-i yazsaq yerinə olacaq 1 vurulsun 1 plus 2, 3, 1 vur 3, o da bərabərdir 3. Doğru cavab 3. C variantında. 14-cü sualda x kvadratı plus 3 bərabərdir 4ax olarsa, x kvadratı plus 9, yox, x kvadratı böl 9 plus 1 böl x kvadratı ifadəsinin qiymətini tapın. Deməli, x kvadratı böl 9, x kvadratı böl 9, üstə gəlinsin 1 bölünsün x kvadratını. Biz bu cür yaza bilərik. Yaza bilərik x bölünsün 3 plus 1 bölünsün x'in çöldən kvadratı. Minus 2 vurulsun x böl 3 vurulsun 1 böl x. Bu da bərabərdir. X böl 3 plus 1 böl x'in kvadratı minus. X'lər gedəcək, nə qalacaq? 3-də 2. Hələ ki, buranı belə saxlayaq. Keçək. Bizdə məxrəc gördüyümüz kimi 3 var, x. Hər tərəfi 3x-ə bölsəm, artıq birincidə burada. X-ə bölsəm, 3x-ə. Olacaq x böl 3 plus 1 böl x bərabərdir 4a bölünsün 3-ə. Hər tərəfi kvadrata yüksəlsəm, olacaq x böl 3 plus 1 bölünsün x'in çöldən kvadratı bərabərdir 16a kvadratı böl 9. Aha, gətirib burada yerinə yazsaq, burada yer saxlamamışam, üzrdə hesab edəsiniz, keçəcəm bu tərəfə. Bərabərdir. Qiyməti yazaq. X böl 3 plus 1 böl x'in kvadratını artıq tapmış 16a kvadratı. 16a kvadratı bölünsün 9. Minus nə yazacaq? 3-də 2 bərabərdir. 3-də 2-ni də elə 9-da 6 yazar sayazmaq üçün. Orta məxrəc 9-dur. Sürətli olduğu 16a kvadratı minus 6. 16a kvadratı minus 6 böl 9. Doğru cavab D variantında. 14-cü tapşırıqdır. 15-ci tapşırıq. Marker hər vərəqdəki sualları ümumi balı eyni olan 5 imtahan vərəqi yoxladı. Bu vərəqlər üzrə toplanılan ballar 8, 9, 10, 11, 12 nisbətində bütün vərəqdən toplanılan ümumi bal isə maksimal balın 7-də 3 hissəsi. Hələ məsələn birinci hissəsinə baxaq. Nisbətlər 8-dir. 8k, üstə gəl 9k, üstə gəl 10k, üstə gəlinsin 11k, üstə gəlinsin 12k. Ümumi balı tapmaq üçün 7-də 3 hissəsində biz tərsinə 3-də 7-yə vuraq, ümumi balı tapaq bərabərdir. 17, 27, 38, bu da 12k, 50k.
50k vursaq 3-də 7 elədi. 350k böl. Bu ümumi baldır. Və ümumi ballar deyir ki, maksimal ballar bərabərdir. Bütün vərəqdə toplanan ballar imtahanda bütün vərəqdə toplanan ümumi bal isə maksimal balın 7-də 3 hissəsidir. Markerin yoxladığı neçə vərəqdə toplanan bal həmin vərəq üzrə maksimal balın 50%-dir. Ümumi balı eyni. Eynidirsə o zaman 3-də 350k ümumi bal eynidirsə onda 5-ə bölərək. Vuraq 5-də 1-ə orta balı çıxartmaq üçün. 5 ilə 350 ixtisar gedər, nə qalır? 3-də 70. Bu orta baldır. Və bizdən orta balın 50%-dən deyir çox olanları seç. Onda orta balın da 50%-dən. 3-də 70k vurulsun 100-də 50. Bura 2, bura 1 düşər. Onda 70 ilə də 2 gedər, qalacaq 3-də neçə? 35k. 3-də 35k da bərabərdir. 11 tam 3-də 2k. Deyir ki, hansı, neçəsində deyir çox. Biz tapdıq 11 tam 3-də 2k. Orta balın bir sözlə 50%. Bu 8k, 9k, 10k, 11k. 4-ü əlbəttə kiçikdir, bir dənəsi. Yəni 12k artıq bu orta balın 50%-dən çoxdur. Onda doğru cavab B variantındadır. Sual 16-da 11-ci 11 yeri olan sıraya aralarındakı Günel, Müjgan və Zümrüdün də olduğu 11 qız əyləşir. Günel, Müjgan, Zümrüdün yanaşı oturma ehtimalı. Hadisənin ehtimalı bərabərdir. Əlverişli hallar bölünsün mümkün hal. Mümkün hallar 11 yerisi onda nə olacaq? Permutasiya 11-dən 11-ə 11. 3 nəfər ayrılmasın. 3 nəfər ayrılmasın, onlar 1 nəfər kimi hərəkət edəcək. 1 nəfər kimi hərəkət edirsə, onda 11-dən 3-ünü çıxdıq, qaldı 8-i. Həmin 3 nəfər artıq 1 nəfər kimi hərəkət edirsə, onda neçə nəfər kimi yazaq olur? Birini də əlavə elədik, oldu 9 faktor. Amma həmin 3 nəfər öz aralarında da yer dəyişməyə edə bilər. Onda bunda 3 faktor. Məxrəci yazaq. 11 vur 10 vurulsun 9 faktorial. 9 yuxarıda var deyə 9-u saxlayıram. İxtisar gələcək. 9 faktorial vurulsun 3 faktorial da 6. 9 faktorial ixtisar gedər. 6 ilə 10 gedər ixtisar. Burada qalar 3. Burada qalar 5. 11-i 5-ə vursa 55. Yuxarıda da 3 qaldı. Doğru cavab 55-də 3. B variantı. 17-ci tapşırıqda 3x minus, yox, 3x kiçikdir. X kvadratı bölü 3 plus x minus 9 bərabərsini həll edir. Məxrəcdə 3 var, ona görə əvvəlcədən 3-ə vuraq. Olsun 9x kiçikdir x kvadratı plus 3x minus 27. Hər tərəfi sola çəkək. Mənfi x kvadratı plus 6x plus 27 kiçikdir 0. Mənfiyə bölsək, x kvadratı minus 6x minus 27. Hər tərəfi mənfiyə böldüyümüz üçün onda işarəni dəyişik olsun, böyükdür 0. Kökləri cəmi x1 üstəgəl x2 bərabərdir 6. x1 vurulsun x2 bərabərdir mənfi 27. Kökləri cəmi 6, kökləri aslı mənfi 27 eləyən ədədlər. 9 və mənfi 3 olar. Vuruqları ayırsaq x plus 3, x minus 9, kiçikdir, yox, çevirmişik, böyükdür 0-dan. Köklər daxil deyil, boş seçməliyik. Mənfi 3, müsbət 9. Plus, minus, plus. Böyükdür 0 sonda müsbətləri seçərik. Onlar bərabərsin həldir. Mənfi sonsuzluqdan mənfi 3-ə qədər daxil deyil. Birləşmə 9-dan müsbət sonsuzluğa. Mənfi sonsuzluq mənfi 3, 9-dan müsbət sonsuzluğa doğru cavab variantındadır.
Radiusu kök altda 2 santimetr olan çevrə daxilinə çəkilmiş kvadrat. Çevrəni yaxşı çəkmədik. Eybi yox. Çevrə daxilinə çəkilmiş kvadrat. Radius 2-dirsə, kvadratın diametri ilə çevrənin diametrindən eynidir. Onda bura neçə olacaq? 2 kökdə 2. Kvadratın ikinci diaqonalını çəksək, diaqonala qarşılıqlı perpendikulyardır. S bərabərdir, sahəsini istəyir bizdən. 2-də 1 d kvadratı. Bu da bərabərdir 2-də 1 vurulsun 2 kökdə 2-nin kvadratı. 2 kökdə 2-nin kvadratı 8 eləyər. 8-in də yarısı eləyəcək. 4. Doğru cavabı Y variantı. E, 17, 18'e baxdıq, 19'da sıra. 19-cu tapşırıqda A vektoru -9, -2, x-dir və B vektoru -2, -1, 4 vektorları perpendikulyar olarsa A vektorunun uzunluğunu tap. Vektorlar perpendikulyarsa onların skaler hasilləri nəyə bərabərdir? 0. Onda yazaq. -9 vurulsun -2 üstə gəlinsin. -2 vurulsun -1 üstə gəlinsin x vur 4 bərabərdir 0. 18 plus 2 plus 4x bərabərdir 0. 4x bərabərdir -20, x bərabərdir -. Bizdən A-nın modulu istənir. A vektorunun uzunluğu bərabərdir. Vektorun uzunluğu da belə tapılır. X kvadratı plus y kvadratı plus z kvadratı kök altında. O zaman eyni düsturu tətbiq eləsək bura, kök altında olacaq. A vektorunun koordinatları neçə oldu? -9, -9'un kvadratı 81, -2 kvadratı 4, artıq x-də neçə tapmışım? -5, -5'in də kvadratı 25. Bu da bərabər 85, bu da 25, kökün altında 110. Doğru cavab C variantı. Iyirminci sualda 3 loqaritma 3 əssə görə 45'in kvadratı minus 2 vurulsun loqaritma 3 əssə görə 45 vurulsun loqaritma 3 əssə görə 5 minus loqaritma 3 əssə görə 5'in kvadratı bölünsün 3 loqaritma 3 əssə görə 45 plus 3 loqaritma 3 əssə görə 5. Biz sadə yanaşa loqaritma 3 əssə görə 45'ə 1x desək. Loqaritma 3 əssə görə 5'ə isə bir y desək. Belə bir nəticə alarıq. 3x kvadratı minus 2x minus y'in kvadratı. Bölünsün 3x plus y bərabər. Çalışaq vuruqlara ayırın. 3x kvadratı mənfi 2x y'yi neyniyək? Yazaq 3x y daha doğrusu plus x y minus 3x y plus y kvadrat. Bu formada yazsa məxrəcdə olacaq 3x plus y. Bu da bərabərdir. Sürətdən x-i çıxartsaq nə qalacaq? 3x plus y. İkinci hissədən y-i çıxartsaq mənfi y, yenə qalacaq 3x plus y. Məxrəcdə 3x plus y bərabər. Bu səfər sürətdən 3x plus y-i çıxarsaq mötərizə aparacaq. Qalacaq x minus y. Məxrəcdə də 3x plus y-imiz əlbəttə. 3x plus y-lərimiz getsə, qalacaq x minus y. X-ə biz nə demişdik? Loqaritma 3 əssə görə 40. Y isə loqaritma 3 əssə görə 5. Bu da bərabərdir. Loqaritma 3 əssə görə 45'i 5'ə bölsək 9. O da bərabərdir 2. Doğru cavab Y variantı.
21-ci sualda kökün altında 19 minus 4 kökdə 15 və 19 plus 4 kökdə 15 ədədlərin həndəsi ortasını. Biz bilirik ki, A və B ədədlərin həndəsi ortası kökün altında A və B-nin hasilidir. O zaman bunu necə yazaq? Kökün altında kök altında 19 bu kök həndəsi ortanın köküdür. İkinci isə özlərinin ədədlərin özlərini verilmiş köküdür. 4 kök altında 15. Artıq bunların hasili ikisi də ikinci dərəcədən olduğu üçün eyni kökdə yaza bilərik. 19 plus 4 kök altında 15 bərabərdir. İkinci dərəcə, ikinci dərəcə. Elə birbaşa bunu dördüncü dərəcədən yazın. Olsun dördüncü dərəcədən. A kvadratı minus B kvadratının vuruqlara ayrılmış formasıdır. O zaman 19'un kvadratı minus 4 kök altında 15'in kvadratı için bunu yazarız. Bu da bərabərdir. Dördüncü dərəcədə 19'un kvadratı 361. 4 kökdə 15'in kvadratı da 16, 15'e vuranda 240. Bu da bərabərdir. Dördüncü dərəcədən 361'dən 240-sa 121. Bunu da yazarıq. Dördüncü dərəcədən 11'in kvadratı. 2 ilə 4 gedər qalar kökün altında neçə? 11. Deməli, doğru cavab Y variantı kök altında. Sual 22'də 1 bölünsün n faktorial üstə gəlinsin 3 bölünsün n plus 1 faktorial vurulsun n plus 2 faktorial bərabər 35 olarsa n-i tap. N plus 2 faktorialı daxilə mütərizənin içərisinə vursaq olacaq n plus 2 faktorial böl n faktorial. Üstə gəlinsin 3 vurulsun n plus 2 faktorial bölünsün n plus 1 faktorial. Bərabərdir 31. Yuxarını yazarıq. N plus 2 vurulsun n plus 1 bölünsün, vurulsun n faktorial bölünsün n faktorial. İkinci hissəni yazarıq. N plus 2 vurulsun n plus 1 faktorial bölünsün n plus 1 faktorial. Burada 3 də var idi əvvəlcədən. Bərabərdir 35'e. N faktoriallar getdi. Nə qaldı? N plus 2 vurulsun n plus 1. İkincidə isə n plus 1 faktoriallar sər olmalı. Qalacaq üstə gəl 3 vurulsun n plus 2 bərabərdir 35. N plus 2, n plus 2 orta məxrəcə mütərizə xaricini çıxarsaq n plus 2 vurulsun. Burada n plus 1 var idi. N plus 1 o da 3 n plus 4 bərabərdir 35. Deməli n plus 4. N kvadratı plus 2n 4n 6n 2 4'ün 8 plus 8 minus 35 bərabərdir 0. N kvadratı plus 6n minus 27 bərabərdir 0. N1 üstə gəl N2 bərabərdir mənfi 6. N1 vurulsun N2 bərabərdir mənfi 27. Onda köklər mənfi 9 ilə nə olar? Müsbət. Biz bilir ki, faktoriallar natural ədədlərlə müqayisə. Deməli, onda mənfi 9'u biz seçə bilmərik. Doğru cavab nəyi götürməliyik? Müsbət 3'ü götürməliyik. Doğru cavab B variantı 22'də. Sual 23'də əsas dövrü 7'ye bərabər olan y bərabər fx funksiyası bütün ədəd oxunda təyin olunmuş tək funksiyadır. 2f11 minus f14 bölünsün f mənfi 4 üstə gəlinsin. 5 ifadəsinin qiymətini. Biz dövr 7 isə 7'ye bölüb qalıqlara baxırıq.
İkincidəki tək funksiyadır, mənfini qarşıya verəcək. Bu iki şeyi bilməyimiz artıq bizə kifayət. O zaman bərabər olan 2f 11-i 7-yə böləndə qalanlar neçə düşəcək? Əlbəttə ki, 4. 14-ü 7-yə böləndə qalada 0. Minus f 0. Bölünsün mənfi f 4. Üstə gəlinsin 5 bərabər. Tək funksiya olduğu üçün f0 0. 2f4 bölünsün. 2f4 bölünsün. Mənfi f4 üstə gəlinsin 5. F4'lər gedəcək. 2-ni mənfi 1-ə böləndə elə də mənfi 2 üstə gəl 5. O da bərabərdir mənfi 3. A. Üzrlü sayın. Müsbət 3. Müsbət 3. Mənfi 2'nin üstünə 5 gəldən mənfi 3 yazın. Deməli 24-cü tapşırıqda Z bərabərdir A plus B kompleks ədədi və onun qoşma ədədi qarşılıqlı tərs ədədlərdir. Qoşması qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlər hansıdır bildik? Bunu əvvəlcədən qeyd etdik. A plus B i-nin qoşması A minus B i. Həm də ki, bunun hasılı bərabərdir. Digər tərəfdən aşağıda yazıram. A vur B-ni də verib 0-dan %32. Bizdən tələb olunan A minus B-nin modu. Buradan A kvadratı plus B kvadratı bərabərdir 1. Çünki B-nin kvadratı i kvadratı mənfidir. Mənfi mənfiyə neynəcək? Çevirib müsbət edəcək. Onda A minus B-nin kvadratı bərabərdir. A kvadratı plus B kvadratı plus 2AB. Üzrlü say minus 2AB. Minus 2AB. Deməli, A kvadrat A minus B'nin kvadratı bərabərdir. A kvadratı plus B kvadratı 1'dir. 2AB, AB'de 0'dan %32. Vurulsun 0'dan %32. A minus B'nin kvadratı bərabərdir. 1'dən 0'dan %64 çıxsa 0'dan %36 eləyəcək. Onun modulda A minus B hər tərəfdən kök alsaq bərabərdir 0,6. Doğru cavab neçədir? 0,6. 25-ci sualda birdən başlayaraq ən azı neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onun cəmi 105-dən böyük olsun. Bilir ki, ədədi silsilə əmələ gətirir ardıcıl ədəd. A1'imiz 1, D'miz 1. Bizə A-in lazım. Yox, SN lazım. SN bərabərdir 2A1 üstə gəlinsin. N minus 1 vurulsun D, bölünsün 2 vurulsun N. Bu da böyükdür 105'dir. Verilənləri yazayım. 2A1 elə 2'dir, çünki A1'dir. Üstə gəlinsin, D'mizdə 1. D 1'dir. O zaman olacaq. Mütərizəni açıq. N minus 1 böl 2 vurulsun N böyükdür 105. Sürətli oldu nə? N vur N plus 1. 2'ni də digər tərəfə tənasıb kimi vursaq böyükdür 210. Elə bu ardıcıl ədədlərdir. İstəsəniz yaza bu formada. N kvadratı plus N minus 210 böyükdür 0'dan. Burada kvadrat değil. N kvadrat plus N minus 210 böyükdür 0'dan. O zaman kökləri cəmi N1 üstə gəlinsin N2 bərabərdir mənfi 1. N1 vurulsun N2 bərabərdir mənfi 210. Bu ədədlərimiz mənfi 15 ilə müsbət 14 edir. İntervallarımızı qeyd eləsək, boş seçirik, köklər daxil deyil, mənfi 15, 14. Plus, minus, plus. Bizdə pluslar lazımdır, amma bilirik ki, natural ədədlərdir. Birdən başlayaraq ədədlər sayılır. Bunda mənfini nə edirik? Seçmirik, mənfi sonsuzlanmamışıq. Bərabərsin əldə olsun 14'dən müsbət sonsuzluğa. Ən kiçik əldə 14'dən böyük. 15 seçərik. Doğru cavab
15-ci. Evet. Deməli, sual 26-da düzbucaqlı üçbucaqdır. ABC düzbucaqlı üçbucağında ABC. AB perpendikulярdır BC-yə yazmışıq. Emin AC-yə, BN bərabərdir NC. Deməli, buradan median çəkirlər. BN bərabərdir NC. Median çəkirlər. Bura bərabərdir. Bura. Digər tərəfdən AK da SK'ya bölünür. O zaman buradan da bir median çəkilir AK. Burada bərabərdir bura. O da 36'ya bölünür. Aha, bura 36, bura 36. O zaman BK da bərabərdir 36. Çünki düzbucaqlı üçbucaqlı düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bölünür. Və buradan da MN paralel düz xətt çəkilir. Bura N. Deməli, o zaman yuxarı hissə bura. Biraz yaxşı çəkə bilmirəm şəkli. Müşkə ilə normal işləyə bilmirəm. 18'dir. Biz bilir ki, median təpədən başlayaraq 2'nin 1 nisbət. Ümumi medianımız neçədir? 36'dır. Bunda x üstəgəl 2x bərabərdir 36 götürsək, buradan x bərabərdir 12, 2x də bərabərdir 24. Bura aşağı hissəsi neçə oldu? 12. Yuxarı hissəsi 24'dür. 24 ise artıq 18'i hara düşür? O yuxarı düşürsə bura 6 düşəcək. Bir sözünə, bura biz o yazsaq, M o bərabərdir. B o çıxılsın B M. Bu da bərabərdir. B onu tapdıq 24. BM-i də tapmışıq 18. Bu da bərabərdir nəyə? 6'ya. Deməli, 26'da doğru cavab 6. 27-ci sualdan qeyd edək buradan. Olsun birinci, ikinci, üçüncü. Uyğunluğu müəyyən edin. 45'dir. Beta. O zaman bunlar daxili çarpaz bucaqlardır. Beta da birincidə. Beta bərabərdir nəyə? 45 dərəcə. Alfanı tapmaq üçün onda 45 üstə gəlinsin 115 dərəcə, üstə gəlinsin alfa bərabərdir açıq bucaqlıqla 180 dərəcə. Buradan alfa bərabər olan 115, 45, 160, alfa 20'dir. Deməli, biz betanı 45 tapmışıq. Beta 45 isə bir də Y variantı. Alfa yoxdur. 20 yoxdur. Betadan, alfadan betadan çıxsa, bəli, bir də təkcə Y uyğun gəlir. İkinciyə baxaq. İkincidə, bura alfadır, betadır, 75, 50. Üçbucağın, bu bucağını tapmağa çalışaq, bu işarəliyirəm burada. Beta'ya bərabərdir. Elə beta o zaman bərabərdir. 180 dərəcə çıxılsın 75 üstə gəl 50 dərəcə. Bu da bərabərdir. 75, 50, 125 dərəcə. 180'dən 125 çıxsaq eləyəcək 70, 50, 120, 125, 55 dərəcə. 55 dərəcə. Bunda beta bərabərdir 50. İkinciyə C variantını qeyd edək əvvəlcədən. Alfanı tapaq. Beta və alfa. Beta alfa gördüyümüz kimi burada nədir? Daxili bir tərəfli bucaqlardır. Alfa plus beta da bərabərdir 180 dərəcə. Onda 55 plus alfa bərabərdir 180. Alfa da bərabərdir 125 dərəcə. Alfa çıx betanı tapaq. Yəni 125 çıxılsın 55 dərəcə. Bu da bərabərdir 70 dərəcə. O zaman ikinciyə B də uyğun gəlir. Çünki alfa minus beta neçə dərəcədir? 70 dərəcə. Üçüncüyə baxın. Bura 100'dür. Bura köçürsək bunu para.
Burada neçə olacaq? Qıraqda qeyd edirəm 100 dərəcə. 135 isə bunun qonşusu olacaq 40. O zaman 3-də beta bərabərdir 180 dərəcə. Çıxılsın 45 dərəcə, üstə gəlinsin 100 dərəcə. Bu da bərabərdir 45, 145, 35. Beta 35 dərəcə var A variantında. Alfanı tapmağa çalışaq. Aha, alfanın bunun hamısı verib. Onda alfa bərabərdir 360 dərəcə, çıxılsın 135 dərəcə. 360 dərəcədən 135 dərəcəni çıxsaq, qalacaq 225 dərəcə. Alfa minus beta'ya baxaq. Alfa minus beta bərabərdir 225 dərəcə, çıxılsın 35 dərəcə. Bu da bərabərdir 190 dərəcə. Baxaq, varmı? Var. D variantında da 190 dərəcədir. Deməli, 1-ə Y, 2-yə BC, 3-ə AD. Gəldik ətraflı suallara. 28. Bir idman klubundakı oğlanların sayı qızların sayından 4 dəfə çox. Qeydlərimizi götürək, olsun oğlanlar, qız. Oğlanlara onda 4-ün götürək, qızlara nə götürək? N. Bu klubdakı oğlanların yaşlarının ədədi ortası 16. Bunda yaşları cəminə baxaq. 16-dırsa yaşları, onda 4 eni 16-ya vursaq eləcək 64. Qızların yaşlarının ədədi ortası isə klubdakı bütün yaşlar. Qızların onda yaşlarının ədədi ortasını verməyibsə, x götürək, olsun n vurulsun x. Yaşların ədədi ortasına 4 yaş. Deməli, qızların yaşlarının ədədi ortası isə klubdakı bütün uşaqların yaşlarının ədədi ortasından 4 yaş azdır. Bütün uşaqların yaşlarının ədədi ortası olar 64 n üstə gəlinsin nx bölünsün 5. Qızların yaşlarının ədədi ortasında biz x götürmüşük. Onda bərabərdir 4 vahiddir çoxsa bərabərdir x plus 4. Gördüyümüz kimi n sürətdə hər yerdə n var, n-ə bölsə. Oldu 64 plus x böl 5 bərabərdir x üstə gəlinsin 4. 64 üstə gəl x bərabərdir 5x plus 20. 4x bərabərdir 44. X bərabərdir 10. Bizdən bütün uşaqlarının yaşlarının ədədi ortasını tapın. Burada n'lərimiz də getmişdi. Olmuşdu bütün ədədlərin, uşaqların ədədi, yaşlarının ədədi ortası 64 plus x bölünsün 5. Bu da bərabərdir 64 plus 11 bölünsün 5. 64 üstü 11'i 75, 75'i də 5'ə bölsək 15. O zaman 28'də doğru cavab neçə olar? 15. 29-cu suala baxaq. 29-cu sualda tili 4 santimetr olan kub. Əvvəlcə kubu çəkək. Kubun hər hansı təpə nöqtəsinin tilin ortasına qədər, hər hansı təpə nöqtəsinin tilinin ortasına qədər olan ən böyük məsafə. Bu təpəni seçsək, bax bura. Buradan ən uzaq məsafə bu tilə olar. Digər üzün də çəksək diaqonalını, deməli, belə bir düzbucaqlı üçbucaq yaranacaq. Bax, qıraqda da çəkirəm. Üzün diaqonalı onda nə olar? Pudursa A'dırsa nə olacaq? A kökdə 2. Daha doğrusu 4 veribsə 4 kökdə 2-də. Ortasına qədər deyil. Təpə nöqtəsinin tilin ortasına qədər. Til 4-dürsə, ümumi til 4-dürsə, onda burada 2 olar, burada 2. O zaman bura 2-dir. Bizdən artıq buranı istəyir. Düzbucaqlı üçbucaqlı katetlər verib C-ni istəyir. C də bərabərdir. Kökün altında 4 kökdə 2-nin kvadratı
Üstə gəlinsin 2-nin kvadratı. Bu da bərabərdir kökün altında 32, 4, 36. Bu da bərabərdir nəyə? 6-ya. 30-cu sual. 30-da həmişə blokda artıq isbat gəlir. Düzbucaqlı üçcanın daxilinə çəkilmiş çevrənin radiusunun onun xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçik olduğunu isbat edir. O zaman çevrə çəkək. Düzgün üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrə. Birini daxilinə çəkmişik. Çalışıram normal çəkməyə. Digərini isə xaricinə çəkək. Biraz çəkməkdə çətinlik çəkirəm. Yolları. Daha doğrusu müşkədə işləmək biraz mənə problemdir. Yavaş-yavaş aradan qaldırmağa çalışıram. Deməli, bərabər tərəfli üçbucaqdır, düzgün üçbucaqdır. Median, tənbölən, hündürlük hamısı üst-üstədir. Bütün medianlarını çəksək, biz bilirik ki, median 2-nin 1 nisbətində böyük. Bax, böyük hissəmiz böyük yerdir. Kiçik hissəmiz sadə bir isbatdır. Kiçik hissəmiz isə kiçik yerə bərabərdir. O zaman R bərabər olsun 2K, kiçik R də bərabər olsun K-ya. Böyük R-in kiçik R-ə nisbəti olacaq 2K-nın K-ya nisbəti. Bu da bərabərdir nəyə? 2-yə. Deməli, 2 dəfə kiçik olduğunu, biz daha doğrusu böyüyün 2 dəfə böyük olduğunu isbat elədik. Fərqi yoxdur. O zaman kiçik yerin böyük yerə nisbəti nə olar? 2-də 1 olar. Sağ olun, hamıya uğurlar.